Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə bir neçə məhlul məsələsi və eləcə də atoma aid bir neçə məsələnin izahını baxacağıq. İlk öncə 62-ci suala baxaq. Bizə qrafikdə x, y duzunun 100 ml suda həll olmasının temperaturdan asılılığı verilmişdir. Və buna diqqət yetirin. Deməli 100 ml su üçün həll olmasının qrafiki verilmişdir. Və qrafikə diqqət yetirsək, baxın, temperaturun həll olmadan asılılığı. 10 dərəcədə həll olan maddə neçə qramdır? 15 qram. 20 dərəcədə həll olan maddə 25 qram. 30 dərəcədə həll olan maddə isə 35 qramdır. Yəni 10 dərəcə temperaturda 100 ml suda 15 qram x, y duzu həll olur. 20 dərəcə temperaturda 100 ml suda 25 qram, 30 dərəcə temperaturda isə 100 ml suda 35 qram həll olan maddə var. Bizə bildirilir ki, 20 dərəcədə 200 ml suda 30 qram x, y duzu həll edilmişdir. Biz deməli yenidən qrafikə baxaq. 20 dərəcədən söhbət gedir. 20 dərəcədə görürük ki, 25 qram həll olan maddə var. Amma neçə millilitr suda? 100 millilitr suda. Şərtdə bizə bildirilir də. Və qrafikin yuxarı hissəsində də yazılıb. Deməli, bizə bildirilir ki, 20 dərəcədə 200 ml suda 30 qram XY duzu. Biz bilirik ki, 100 ml suda 20 dərəcədə 25 qram XY duzumuz həll olub. Deməli, 25 qram XY duzumuz həll olub. 25 qram. Bizə bildirilir ki, 200 ml suda 200 ml suda x qram. X bərabərdir 100 ml suda əgər 25 qram həll olubsa 200 ml-də 100-dən 2 dəfə 25-dən 2 dəfə çox olmalıdır. Yəni 50 qram x, y duzu həll olmalıdır. Yəni doymuş məhlul əmələ gəlməsi üçün. Bizə bildirilir ki, 30 qram x, y duzu həll olub və bu məhlulu 20 dərəcədə doymuş hala gətirmək üçün minimum neçə qram x, y duzu əlavə etmək lazımdır. Deməli bizim əslində doymuş məhlulun əmələ gəlməsi üçün 50 qram XY duzumuz həll olmalıdır 200 ml-də. Amma bizdə 30 qram həll olunub. Deməli bizim neçə qramımız çatmır? 50 çıxılsın 30 qram bərabərdir 20 qram. Hələ 30 qramın üzərinə 20 qram da əlavə etməliyik ki, məhlul doymuş olsun. Deməli ona görə də düzgün cavab variantı 20 qram. Keçək növbəti 61-ci sualın izahına. 61-ci suala baxaq. 61-ci sualda bizə yenidən qrafik verilmişdir və qrafikdə yenə də 100 ml su üçün suda həll olan maddə. 20 dərəcə və 40 dərəcə verilmişdir. 20 dərəcədə həll olan maddəmiz 30 qramdır. Baxın, 20 dərəcədə 30 qram. 30 qram. 40 dərəcədə isə neçə qramdır? 60 qram. Və bizə bildirilir ki, 40 dərəcədə 20 ml suda duz həll edərək doymuş məhlul 20 dərəcədə soyutduqda. Deməli 40 dərəcə deyirsə 40 dərəcəyə baxın uşaqlar. 40 dərəcədə 100 ml suda neçə qram maddəmiz həll olur? 100 ml suda 60 qram maddəmiz həll olur. Bəs bizə su nə qədər verib? 20 ml su üçün verib də şərtdə. 20 ml-də x qram. Neçə qram maddəmiz həll olar? 20 vurulsun 60 bölünsün 100, 12 qram bizim maddəmiz həll olacaq. Daha sonra deyir ki, temperaturu 20 dərəcədək soyutduqda. İndi 20 dərəcəyə diqqət edin. 20 dərəcədə 100 ml suda həll olan maddəmiz neçə qramdır? 30 qram. 100 ml suda 30 qram maddəmiz həll olur. Bizə şərtdə suyu neçə verib? 20 ml suda. 20 ml suda x. X bərabərdir 20 vurulsun 30 bölünsün 100, 6 qram. Və bizə bildirilir ki, temperatur 40-dan 20-yə düşüb və nə qədər, neçə qram duz çökər. Duzumuz 40 dərəcədə 12 qram idi. 20 dərəcədə 6 qram. Neçə qram çöktüyünü bilmək üçün 12 qramdan 6 qramı çıxaq və bərabər olur 6 qrama. Deməli, bizim 6 qram duzumuz çöküb. Temperatur 20 dərəcə aşağı düşdükdə. Bu sualın izahı da belə. Keçək növbəti 64-cü sualımızın izahına. 64-cü sualda bizə bildirilir ki, 200 qram suda x maddəsi həll olunaraq 40 dərəcədə hazırlanan doymuş məhlulun kütləsi 250 qram olmuşsa m hesablayın. Deməli, ilk öncə buna diqqət edirək, əziz şagirdlər. Ümumiyyətlə, məhlul su və yəni həll edici və həll olan maddədən ibarətdir. Məsələn,
Duzlu su məhlulunda həll edici nədir? Su. Həll olan maddə isə duz. Duz suda həll olur, su duzu həll edir. Düzdür? Və bizə bildirilir ki, 200 qram suda X maddəsi həll olub, məhlulun kütləsi 250 qram olub. Deməli, bizim suyumuzun kütləsi M su bərabərdir 200 millilitr. M məhlulu isə neçədir? M məhlul bərabərdir 250. Bizə dedik ki, məhlul həll olanla həlledicinin cəminə bərabərdir. Suyumuz 200-dirsə, məhlulumuz 250-dirsə, həll olan maddəmiz nə qədər olar? 250 çıx 200, yəni 50 qram burada həll olan maddəmiz var. Bunu yaddaşımızda saxlayaq. 200 qram suda 50 qram maddəmiz həll olur. Və bizə qrafikə diqqət yetirək. Görürük ki, 200 qram suda 50 qram maddə həll oldu. Bunu şərtdən bildik. Bizə verilən şərtə görə. Və qrafikə diqqət yetirək. Görürük ki, 40 dərəcədən söhbət gedir. 40 dərəcədə 100 qram suda nə qədər maddəmiz həll olur? M qram. İndi buradan M-i tapaq. M bərabərdir. 200-də 50 qram duz həll olursa, 100 qramda M bərabərdir 25-ə. 100 vurulsun, yəni M bərabərdir 100 vurulsun 50 bölünsün 200, bir dəfə, 2 dəfə, 50 bölünsün 2, 25. Deməli, bizim M-imiz bərabər olur 25 qrama. 34-cü suala baxaq. 34-cü sual sadə sualdır. Həll olma əmsalı verilmişdir. Həll olma əmsalının temperaturdan asılılığı, X və Y maddələri. Deməli, biz demişik ki, həll olması temperaturla düz mütənasib olan maddələr bərk maddələrdir və həll olması temperaturla tərs mütənasib olan maddələr isə qaz halında olan maddələrdir. Və X maddəsi görürük ki, temperaturdan asılı olaraq həll olma nə olur? Artır. Deməli, X bərk halda olmalıdır, bərk aqreqat halda. Y isə temperaturdan asılı olaraq azalır, Y qaz aqreqat halındadır. X bərk halda. Birinci müddəyə baxaq. Y maddəsi kalium NO3 ola bilər. Y qaz halında olmalıdır və tərkibində metal olan bütün birləşmələr demək olar ki, bərk haldadır. Əgər yəni siz deyə bilərsiniz ki, məsələn, kalium nitratın bərk və yaxud da maye qaz aqreqat halında olduğunu hardan bilə bilərik? Yəni tərkibində kalium NO3, kalium var. Metal olan əksər demək olar ki, bütün birləşmələr bərkdir. Bir yanlışdır. Y maddəsi bizdə nə olmalı idi? Qaz olmalı idi. 2-yə diqqət yetirək. X maddəsi oksigen ola bilər. Yanlışdır. Niyə? X maddəsi biz dedik ki, temperaturla düz mütənasibdir və bərk aqreqat halda olmalıdır. Y maddəsi N2, yəni azot ola bilər. Bəli, bu ifadə doğrudur, çünki Y qaz aqreqat halında olmalıdır. Bizə 36-cı sualda X və Y atom və yaxud da ionları verilmişdir. Bildirilir ki, ümumiyyətlə şərtdə verilib ki, M böyükdür N. X-ə diqqət yetirək. X-in proton sayı, yəni M X-in elektron sayıdır. Elektron sayı. N isə proton sayıdır. Bu elektrondur. N isə proton sayıdır. Və M N-dən böyüdür. Yəni elektron sayı protondan böyüdür. Elektron sayımız protondan böyüdürsə, deməli bu halda X aniondur. Niyə? Məsələn, gəlin bariz nümunə şəklində sizə izah edim. Əzbərləməkdə. X-in təsəvvür edək ki, 10 protonu var. Əgər bunun yükü, məsələn, 2 mənfidir. 2 mənfidir. Neçə elektron olur? Elektronu müəyyən edək. Deməli, bu ionun yükü bərabərdir. Proton çıxılsın elektron düsturuna əsasən. Mənfi 2 ionun yükü, protonumuz 10, elektron bərabərdir. 10 üzərinə gəlsin 2, yəni 12. Deməli, bizim 12 elektronumuz oldu. Fakt görürük ki, anion olanda elektron böyükdür protondan. Deməli, elektronumuz M-dir, proton sayımız N-dir burada. M N-dən böyükdür. Bəli, bu şərt ödənir. Deməli, M N-dən əgər elektron protonumuzdan böyüdürsə, X anion olmalıdır. Deməli, üçüncü variantımız doğrudur. Və Y-ə diqqət yetirək. Katyonda əksidir. Katyonda proton böyükdür elektrondan. Proton böyükdür elektrondan. Proton X-də Y-ə diqqət yetirək. Proton M hərfindən işarə olunub, elektron N hərfindən. Həqiqətən də M N-dən böyükdür. Deməli, Y də doğrudur, katyondur. Və birinci müddəada bildirilir ki, X neytral atomdur. Yanlışdır. Niyə? Çünki şərtdə M böyükdür N
göstərilib. Neytral atom olması üçün biz demişik, neytral atomda nə olur? Proton elektrona bərabər olur. Əgər n bərabərdir n şərti olsaydı, onda x neytral atom ola bilərdi. Ona görə də 2, 3 doğru cavabdır, 1 yanlışdır. 37-ci suala baxaq. 37-ci sualda bizə yüklü iyonlar verilmişdir. Katyon, 2 katyon, 1 anion və bildirilir ki, elektron sayları n'dir hər üçündə. Proton saylarını müqayisə edin. Əgər elektron sayımız n-dirsə, proton sayımız, yəni A bərabərdir nəyə? N minus 2-yə. Burada B bərabərdir n plus 2-yə. C bərabərdir nə? N plus 1-ə. İndi müqayisə edək. Əlbəttə ki, n plus 2, yəni B böyükdür C-dən, C də böyükdür A-dan. Bu nisbətən sadə sualdır. Sadəcə qrafik kimi, əgər hansısa şagirdlər çətinlik çəkirsə, elektronu özündən hər hansı bir qiyməti məsələn verə bilərik. N-i 10-la işarələsək, yerinə qoyub A, B, C-ni tapıb rəqəmlə müqayisə edə bilərik. B böyükdür C, böyükdür A. Növbəti suala baxaq. Bizə deməli qrafik verilmişdir. X, Y, Z və T maddələri. Kütləsi və neytron sayları verilmişdir. Hansı bir-birinin izotopudur? İzotop ümumiyyətlə nə deməkdir? Proton sayı eyni olan atom növü. Kütlə A bərabərdir P plus N düsturundan. Biz, məsələn, X üçün, X-in ayrı neçədir? Kəsişdirsək, 16. Neytron sayısı 8-dir. Neytron sayı 8-dir. Proton deməli neçədir? 16 bərabərdir P üzərinə gəldi 8. Deməli, P bərabərdir 8-ə. X-də P 8-ə bərabər olur. Y-ə baxaq. Y-in kütləsi 18-dir, neytron sayı 10-dur. 18-dən çıxaq 10-u 8. Deməli, Y-in də proton sayı 8-dir. X və Y protondur, buradan görünür. Z-ə baxaq. Z-in kütləsi, yəni A bərabərdir 35. A 35-dir. Neytron sayı N bərabərdir 18. Deməli, proton kütlədən neytron çıxıb tapa bilərik. 17. Proton sayımız 17-dir. T-yə diqqət yetirək. T-nin kütləsi 37-dir. Neytron sayı 20. 37 çıx 20, 17. Deməli, 17 protonu var. Və buradan görə bilərik ki, X ilə Y, T ilə də Z izotop, yəni proton sayları eyni olan atom növüdürlər.